Xarici iş yoldaşım ayağımın altını necə qazmağa çalışdı? Birinci hissə. Mən Niderlanda yeni köçmüşdüm və cəmi cümlətanı 4 ay idi ki, çalışırdım. Çalışdığım müddət ərzində bütün komanda ilə aram yaxşı idi. Heç bir problem yaşamırdım. İşləri çox gözəl həyata keçirdiyimi bütün komanda yoldaşlarım mənə bildirirdi. Açmaq olmur ay bala. Okay. Bir müddət sonra mən məzuniyyətə getdim və bunu işə qəbul zamanı bildirmişdim ki, 4 ay sonra məzuniyyətim olacaq. İş yoldaşım var idi. Ona da bildirmişdim ki, məzuniyyətə gələcəm. Çox sıx işləyirdik və diqqət, həmin iş yoldaşım Holland idi. Məzuniyyətə getdim, gəldim, hər şey qaydasında və onunla həftəlik görüşə daxil oldum. Görüşdə hər şeydən danışdıq və mənə bildirdi ki, sən məzuniyyətə getdiyin zaman bizim bir iclasımız oldu, gərək sən orada olaydın. Mən də ona bildirdim ki, yadımdan çıxıb, axı sənə bildirmişdim ki, filan tarixdə məzuniyyətə girəcəm. Ona görə mənim o iclasda olmamağım çox normaldır. Sonra üzərindən 1-2 gün keçdi və bu iş yoldaşım mənimlə hədsiz dərəcədə kobud rəftar etməyə başladı. Mən əlbəttə ki, heç nə anlamadım. Fikirləşdim bəlkə evdə nəsə baş verib, keyfi yoxdur, amma digər bütün iş yoldaşlarım ilə çox normal rəftar etdiyi üçün ona bildirdim ki, nəsə baş verib. Gəl bir iclas təşkil eləyək, danışaq görək nə baş verib. İsə mənə bildirdi ki, yox, heç nə baş verməyib, amma eyni kobudluqda məni iclaslara çağırmamaqda davam edirdi. Halbuki o işlərdə mən mütləq olmalıydım. Bircə həftə keçdi və mənə rəhbərim zəng vurub qeyd elədi ki, Aysel, səndən şikayət var. Ardı part 2-də.